100 gün dəmir, daha doğrusu titan ürəklə yaşayan bu insan artıq bizə və ürək çatışmazlığı olan insanlara ümid yeri oldu. Məsələ burasındadır ki, donoru gözləyənə qədər, həqiqi insan ürəyi gələnə qədər 100 gün dəmir ürəklə yaşayan insan bütün rekordları qırdı və çox güman ki, bundan sonra bu cür dəmir ürəklər məhz ürək çatışmazlığı olan insanlarda istifadə ediləcək. Sponsor Saf Hospital. Avstraliyalı kişi donor transplantasiyasını gözləyərkən süni titan ürəklə 100 gün yaşayıb. O, texnoloji ürəklə bu qədər uzun müddət yaşayan ilk insan olub. Adının açıqlanmasını istəməyən 40 yaşlarında olan xəstəyə implant keçən ilin noyabrında Sidneydəki Müqəddəs Vincent xəstəxanasında əməliyyat zamanı qoyulub. Müqəddəs Vincent xəstəxanası, Monash Universiteti və cihazı hazırlayan Amerika-Avstraliya şirkəti Bayvaker tərəfindən verilən açıqlamaya görə ağır ürək çatışmazlığından əziyyət çəkən adamın səhhəti hazırda bərpa olunur. Cihazın bu qədər uzun müddət pasientin sağ qalmağına dəstək olmağı süni ürəyin potensial olaraq ürək çatışmazlığından əziyyət çəkən insanlar üçün uzun müddətli gözləməni mümkün edəcəyini göstərir. Cihaz hələ də sınaqdan keçirilir və ümumi istifadə üçün təsdiqlənməyib. Buna baxmayaraq ilk implant son mərhələ ürək çatışmazlığı olan 58 yaşlı kişiyə Texas Tibb Mərkəzində cərrahi əməliyyatı zamanı implantasiya edilib. Cihaz donor tapılana qədər onu 8 gün yaşadıb. Daha sonra 4 xəstədə həqiqi ürək donoru tapılana kimi titan ürəklə yaşayıb. Tədqiqatın 15 xəstəyə qədər genişləndiriləcəyi gözlənilir. Avstraliyanın titan ürək implantı Monash Universitetinin 31 milyon Amerika dolları dəyərində olan süni ürək sərhədləri proqramı çərçivəsində ürək çatışmazlığının müalicəsi üçün cihazların hazırlanması və kommersiyalaşdırılması üçün planlaşdırılan seriyanın birincisidir.